İşimiz gücümüz, sözümüz söhbətimiz işdir. Nərmin Aşurzadə ilə idarəetmənin əsasları başlayır. Salam, hər vaxtınız xeyir olsun. Bugün biz 3-cü yüksəliş müsabiqəsinin qaliblərindən biri olan xanım Daşdəmirova ilə birlikdə tələbələrin təqaüd proqramlarındakı müsahibə mərhələlərinə hazırlıq və ümumiyyətlə təqaüd proqramları haqqında danışırıq və müsahibələrdən danışırıqsa təkcə tələbələr üçün yox da, məncə digərləri də müsahibəyə hazırlaşarkən nəyə bilməli, ümumilikdə müzakirə edərik. Xanım, xoş gəlmisiniz, necəsiz? Xoş gördük, təşəkkürlər. Dəvət üçün də ayrıca təşəkkür edirəm. Burada həmişə bir səmimi ortam yaranır deyə dəvətinizi böyük məmnuniyyətlə qəbul edirəm. Çox sağ olun. Siz artıq neçə 2 il keçib də yəqin ki, qalib olmağınızın üzərinə. Məsələn bu 3 hətta. Bəli, artıq 3-cü ilə keçirik. Hədə 2026-dır. Bu müddət ərzində karyeranızda, həyatınızda, düşüncə tərzinizdə nə dəyişdi? Ümumiyyətlə deyərdim ki, həm sfera baxımından yeni bir sferaya belə deyim də, dövlət sahəsinə keçdim və təhsil sahəsində artıq davam edirəm. 2 ildən artıqdır ki, hal-hazırda Təhsil İnkişaf Fondunda çalışıram və bu da mənə əlbəttə ki, təsir etdi. Həmçinin tələbələrlə daha çox işləməyə başladıq, bu təqaüd layihələri ilə işlədik. Həmçinin belə yaş sözünü deyir istər-istəməz. Və əlbəttə inanıram ki, əvvəlki xanımla indiki xanımı müqayisə etdikdə çox fərq mən özümdə hiss edirəm. Bilməm kənardan necə hiss olunur ya yox, amma daxilən mən özümdə bunu hiss edirəm. Baxış bucağımı deyim, fikirlərimi deyim, dəyərlərimi deyim, dəyişikliklər var. Baxmayaraq ki, əslində müddət çox deyil də, yəni 3 il əslində çox da elə bir vaxt deyil. Amma etiraf edək ki, indi zaman çox tez uçur və çox hadisələr baş verir. Düzdür, tamamilə doğrudur. Bəs tələbələrin düşüncə tərzində nə fərq hiss edirsiniz? Əvvəl 5 il öncəki tələbə ilə bugünkü arasında fərq nədir? Belə deyim, biz öz tələbəçiliyimlə daha çox müqayisə edərdim. Bizim indiki tələbələr çox aktivdir. Fikirlərini çox aydın şəkildə gözəl ifadə edə bilirlər. Həyatdan nə istədiklərini daha yaxşı bilirlər. Məqsəd yönlüdürlər və deyərdim ki, daha məqsəd yönlülük də bu onların inkişafında da çox öz sözünü deyir və müsbət təsir edir. Mən indiki tələbələri çox bəyənirəm. Mən bu yaxınlarda bir neçə peşəkar yığışmışdı. Bunlar hamısı yaşları 40-a yaxın olan insanlar idi təxminən. Onlar deyirdilər ki, yox, indikilər, gənclər işləmək haqqında çox düşünmürlər. Onlar ümumiyyətlə işləmək istəmirlər. İş yerlərindəki o çətin situasiyalara düşmək və ona dözmək istəmirlər. Məsələn, siz deyirsiniz məqsəd yönlü və s. Amma digərlərində fikirlər elədir ki, yox, indiki biz daha çox fədakarıq, biz daha çox işləyirdik, indiki nəsil elə deyil. Ümumiyyətlə, əgər biz dövrləri götürsək, məncə bütün köhnə nəsillər deyəcək ki, yeni nəsillər tamam fərqlidir. Biz daha fərqli idik, adət-ənənələrə baxmırlar, dəyişiblər. Bu dəyişikliklər məncə təbiidir. Mən həmçində pedaqoji fəaliyyətlərində məşğulam və tələbələrlə bu yönümdə də əlaqədə ola bilirəm və onların fikirlərini, diskursiyaları, necə münasib dərs prosesində də bunu görə bilirəm. Və bizim məsələsi çalışdığım sahədə bir çox universitetlərlə və layihələrimiz də tələbələrlə olduğu üçün onların bu məqsəd yönlülüyünü bəlkə daha aydın hiss edir. İş yerlərində sadəcə imkanlar daha çoxdur. Bizdə müəyyən qədər bir işə bağlılıq idi və ömür boyu karyeramızı orada nəzərdə tuturduq deyə bəlkə fərqli yanaşma göstərdi. İndi onların tək Azərbaycanla sərhədləşmir, belə deyim də, limitlənmir. Artıq onlayn olaraq evdən belə dünyanın başqa bir ölkəsində iş tapmaq imkanları var. Öz bacarıqlarını inkişaf etdirən təlim keçərək başqa bir sahəyə keçid edə bilirlər. Bizim dövrümüzdə bu biraz qeyri-real bir görsənən bir məsələ idi. Bəlkə də bu yönümdən o tələbələri iş yerində daha sərbəst görürlər. Aydındır. Təqaüd proqramları tələbələri və ümumiyyətlə onların karyerasında nəyi dəyişir? Birazdan bu haqda danışacağıq daha ətraflı. İş dünyası ilə bağlı aktual söhbətlər, faydalı məsləhətlər, maraqlı qonaqlarla müzakirələr İctimai Radioda. Nərmin Aşurzadə ilə idarəetmənin əsasları başlayır. 3-cü yüksəliş müsabiqəsinin qalibi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədrinin müavini xanım Daşdəmirova da studiyamızdadır. Biz xanımla birlikdə tələbələrin təqaüd proqramları və burada müsahibələrə necə hazırlaşmaq lazımdır, bunları müzakirə edirik. İstəyirəm oradan davam edək ki, təqaüd proqramları deyəndə bugün hansı formada mövcuddur, nədən söhbət gedir? Təqaüd proqramları deyəndə ilk öncə dövlət təqaüdü yəqin ki, nəzərə belə deyim də fikrə gəlir. Çünki bu xaricdə təhsil ilə bağlı olan dövlət proqramlarındakı müsahibələrdəndir və ikinci məsələ isə bizim müxtəlif şirkətlərin, qurumların, bizim kimi fondların həyata keçirdiyi təqaüd layihələridir.
Bu layihələr daha çox tələbələrin aylıq ödənişini və ya sosial hansı bir soft skills-la, yumşaq bacarıqların inkişafına yönəli olur. Onları təcrübə proqramlarına cəlb olunmasına yönəli bir layihələrdir. Siz sanki bir körpü rolunda olursunuz tələbə ilə özəl sektor arasında, düz başa düşürəm? Bəli. Biz özəl sektora birlikdə bu layihə belə deyim də təqaüd layihələri həyata keçirir ki, burada müxtəlif sahələrdən hər bir layihənin məqsədindən və belə spesifikasiyasına asılı olaraq tələbələr seçilir və onlara aylıq əsasda təqaüdlər verilir. Bəzilərində hətta belə deyim, təcrübə proqramları keçirilir, ingilis dili, hansı bir yumşaq bacarıqlı təlimlər keçirilir və sonra da işlə təmin olunmasına dəstək olunur. Burada necə qərar verilir ki, hansı şirkətlərlə əməkdaşlıq edirsiniz? Burada əslində şirkətlərdən asılıdır. Bir çox şirkətlər, məsələn, hal-hazırda keçirdiyimiz layihələrdən deyirəm ki, Nexol Holding tərkibində Nexol Akademi ilə bizim Parla təqaüdümüz vardır. Sonra Kapital Bank ilə Qırmızı Ürəklər Fondu birgə həyata keçirdiyimiz Qırmızı Ürəklər təqaüdü vardır və müxtəlif layihələrimiz vardır ki, onlar bizə müraciət edirlər, bildirlər ki, bizim bu kadrlara ehtiyacımız var. Bu istiqamətdə də biz tələbələrə təqaüd vermək istəyirik ki, sonradan da həmin kadr ehtiyatını biz özümüz formalaşdıra bilək. Yəni əsasən böyük şirkətlərdən söhbət gedir. Kiçik sahibkarlardan yox. Kiçik sahibkarlar da müraciət edə bilər. Yəni burada sayda hər hansı bir limitimiz yoxdur. Sadəcə bu vaxtda hələ müraciət etməyə bilər. Aydındır. Bəs tələbələr bu müsahibə mərhələsi, bu deyək ki, prosesin hansı hissəsi, yəni nə qədər vacib bir hissəsidir və ona necə hazırlaşmaq olar? Belə deyim də, ilk mən bu məsələni məsələn 3 hissəyə bölmək istədim. Bir var ki, müsahibədən öncə proseslər necə gedir, müsahibə daxilində və müsahibədən sonra hər bir tələbə hər hansı bir təqaüd proqramına müraciət edərkən tələblərə baxır. Və müraciət edənlər artıq demək olar ki, az-çox hamısı yüksək göstəriciləri olan, sosial aktiv tələbələr olur. Və bu artıq ikinci mərhələdə bu həmin yüksək göstəricili, bilikli tələbələr arasında seçim etmək üçün biz artıq digər göstəricilərə baxırıq. Və bu zamanda müsahibələr bizə köməyimizə çatır. O hansı xüsusiyyətlərə məhz baxılır orada? Müxtəlifdir. İlk növbədə belə deyək də, layihə haqqında məlumatlılığı. Bu həqiqətən də öz belə deyim də, bilirmi ki, niyə burada iştirak edir və bu təqaüd ona nə verəcək və o təqaüdə nə verəcək? Çünki biz burada yalnız maddi təminat deyildir təqaüd. Bizim əsas məqsədimiz potensiallı kadrları, həqiqətən məqsədini bilən, o dəyərləri olan kadrı müəyyən etmək, bir investisiya etməkdir ki, gələcəkdə ölkənin və iqtisadiyyatın inkişafına o da töhfə verə bilsin. Bunun üçün öz metodlarınız var da. Necəsə başa düşürsüz ki, bu o tələbədir. Xüsusi bir efirdən öncə də sizinlə bir müzakirəmiz vardı. Orada deyirsiniz ki, biz ən yaxşını yox, ən uyğununu seçirik. Bu ifadə doğrudan da çox xoşuma gələn ifadələrdən və son vaxtlar ağlımda daim olur ki, biz əslində həyatda da belə özümüz üçün fürsətlərə, işə filan baxanda əslində ən yaxşını seçməyə ehtiyac yoxdur da. Bizə ən uyğun gələni seçməliyik. Mən bunu indi başa düşmüşəm və istəyirəm sizdən də soruşum ki, siz necə təyin edirsiniz ki, bizə ən uyğunu, bu işə ən uyğunu budur? Əslində bu Harvard Universitetinin qəbul komissiyasının bir ifadəsidir ki, biz ən güclü savadlıları yox, ən uyğununu seçirik və düzgün məntiqdir, siz demiş. Çünki biz müraciət edənlərin hər biri yüksək göstəricilər olan savadlı tələbədirlər. Biz onlar arasında ən savadlısını seçmək məqsədi həqiqətən dediyim kimi fayda verə biləcək bir tələbəni seçməkdir ki, ən uyğunu. Bu ola bilsin ki, bu məqsədini bilənlərdir. Bu təqaüd haqqında təqaüdü sonradan dəyərləndirə biləcək tələbələrdir. Yəni dəyərləndirə bilən sonra necə? Yəni gedib iş tapa biləcəkmi? Bəli, biz onu və sonradan bunu davam edəcək. Məsələn, biz orada təlimlər təqdim ediriksə, təlimlərə qoşulacaq. Təlimlər onun inkişafına töhfə verə biləcək. Bunun üçün yəqin yaxşı motivasiyası da olmalıdır. Bəli, o motivasiyanın olması belə o tələbədən asılıdır. Məsələn, tələbə var ki, məsələn belə deyim də, layihəyə gəlir, deyirsən ki, sən bura niyə gəlmisən? O ən məşhur sual, niyə məhz sən seçməli ya da niyə bu təqaüdü seçmisən, cavablandıra bilmir. Sadəcə gördüm, müraciət etdim ki, bəlkə udaram. Bəs orada nə demək lazımdır? Məsələn, niyə səni seçək? Ən gözəli müsahibədən öncə bunu araşdırmaqdır həqiqətən də. Çünki hər bir təqaüdün, hər bir layihənin müəyyən bir göstəricilər, tələbləri olur. Və tələbələrə həqiqətən də bilərəkdən müraciət etdikdə daha uyğun olur. Hətta belə bir кейslərimiz olub ki, bizim məsələn daha öncə qeyd etdiyim Nexolla Parla təqaüdü məhz qızlara yönəlik layihələrimizdir. Qızlara təqaüd veririk. Amma oğlanların belə müraciət etdiyi olmuşdur.
siz belə bölürsüz qızlar üçün ayrı, oğlanlar üçün ayrı? Məqsəddən asılı olaraq bəli. Bizim həm qızların təhsilinə dəstək proqramı altında müəyyən layihələrimiz vardır. Amma məsələn qırmızı ürəklər layihəmiz isə həm qızlar, həm oğlanlar üçün nəzərdə tutulmuşdur. Orada daha çox sosial həssas qrupdan olan tələbələrə dəstək olunur. Amma xanım bəzən sadəcə tələbələrlə bağlı yox, elə adi iş müsahibəsində də yəni soruşa bilirlər ki, niyə sizi seçək və ya siz niyə bizi seçirsiniz? Əksinə də belə də soruşa bilirlər. Bu halda sizcə necə yaxşı cavab vermək lazımdır? Yəni orada da şirkətin missiyasına baxıb nəsə demək olar, yoxsa xüsusi nəsə bir sehirli sözlər var ki, onu deyirsən və səni işə götürürlər? Əslində sehirli hansısa bir şablon sözlərin olmasının tərəfdarı deyiləm. Mən ki, o belə deyim də, səmimi olmaq və o müəyyən bir hekayəni, hər bir neyinsə arxasında bir hekayə durur. Storytelling deyilir. Nəyə görə bunu seçdim, bunun məqsədi bu daxildən və ya sənə aid olan bir məsələlərdən irəli gəlməlidir. Əgər hansı məsələn mən bir şirkəti seçəndə ya da hansı bir şey, əlbəttə ki, biz ona baxırıq ki, bizə uyğundurmu? Niyə uyğundur? Bizim əsas dəyərlərimiz nədir və şirkətinki nədir? Mən burada inkişaf edə biləcəmmi? Mənə nə dəyər qatacaq? Çünki hər hansı bir işə gedərkən biz 1 illik qısa müddətli düşünmürük bunu, uzun müddətli düşünürük. Səmimi cavab verməsi deyirsiniz vacibdir. Mənə görə ən səmimi cavab bu olacaq ki, pul üçün müraciət edin. Yəni indi pula ehtiyacım var və pul üçün də müraciət etdim. Bu sizi qane edir belə cavab? Baxır hansı keyslər. Əslində pul dünya təcrübəsinə göstərib ki, pul əsas motivator deyil bəzi keyslərdə. Çünki pul müəyyən həddə qədər tələbə belə deyim də motivasiya edə bilir. Müəyyən həddən sonra siz təsəvvür edin ki, müəyyən bir menecer pozisiyasına çatmısınız və artıq sizə hər bir yerdə yüksək əmək haqqı təklif olunur. Bu zaman siz nəyə fikir verəcəksiniz? Yox, o vəzifəyə çatanda ola bilər, amma tələbə üçün axı pul əla. Yəni ən güclü motivasiya bəlkə. Əslində tələbə üçün ən önəmlisi birinci iş yerində o mühit və öyrənə biləcəkləridir. Çünki mühit tələbələr ən çox ilk iş yerində gördükləri o belə deyim də mindseti, dəyərləri, etik qaydaları mənimsəyirlər və sonradan da gələcək fəaliyyətlərini ona uyğun görürlər. Adətən çox eyni yerdə işləmiş insan nə deyir? Bizdə həmişə belə edirdik bunu. Biz bunu belə qaydalar belə olurdu. Rəhbərlik bunu belə edirdi. Bax, o formalaşmasının ilk iş yeri çox önəmlidir. Ona görə sadəcə pulla motivasiya olmasının tərəfdarı deyiləm ki, gələcəkdə də düzgün, həqiqətən yaxşı bir professional inkişaf edə bilsin. Mən səni razıyam, bilirsən necə? Yəni müəyyən bir dövr keçəndən sonra sən xatırlayanda 10 il əvvələ baxanda düşünürsən ki, hə, yaxşı ki, tələbə vaxtı o şirkətdə işlədim, orada öyrəndim ki, belə eləmək olar, belə eləmək olmaz. Amma həmin dövrdə öz tələbəliyinizi xatırlayın. Biz ilk dəfə pul qazanmağa başlayırıq. 2-ci, 3-cü kursdan mən təxminən işləməyə başlamışam və bu motivasiya orada bizi nə edirdi? Öz pulumu özüm qazanıram, nəhayət ki və s. Yəni ona görə məncə o tələbənin ən böyük motivasiyası elə ola bilər. Əslində bu təqaüd proqramları belə deyim də, onları o cəhətdən də faydalı olur ki, həm o şirkətlərdə təcrübə keçərək müəyyən bir mühitində olaraq öyrənə bilirlər və gələcəkdə də karyerası artıq məzun olduqdan da karyera seçimlərini ona uyğun edə bilirlər. Müəyyən bir siz dediyiniz o təcrübəni qazanırlar, görürlər ki, iş mühiti necə olmalıdır əslində və s. və ona əsasən də müəyyən təcrübə qazandıqdan sonra həm işə götürənə bu müəyyən bir avantaj olur, onun üçün ki, bu artıq təcrübəsi var. Həmçinin də həmin tələbə üçün. Regiondan olan tələbələr də yəqin ki, müraciət edir də. Bəli. Onların bu yol xəritəsi necəsə fərqlənirmi Bakıda olanlardan yoxsa? Əslində deyərdim ki, biz onlarda belə deyərdim də çox motivasiyalı, çox məqsədyönlü tələbələr görürük. Xüsusən də bizim qızlarımızın təqaüd layihəsində görürük ki, sevindirici haldır ki, bir çox hallarda ailə çox dəstək olur onlara. Özləri təhsil ala bilməsə belə övladlarının təhsil alması onlar üçün çox önəmli olur deyə. Həm maddi dəstək olurlar, bu çətin olsa da nisbətən şərait baxımından Bakıya gəlməsi, tək qalması burada. Bəzən isə bu qızların öz daxilindəki gücü hesabına mən deyərdim olur. Müəyyən qədər daha çətindir, çünki imkanlar azdır. Orada sonradan hər hansı bir təlimlər keçməsi, hər hansı kurslara getməsi çətin olur. Azərbaycanda belə Bakı qədər seçim olmur. Logistik problemlər. Bax, niyə eyni yanaşma yüksəlişdə bəs keçərli deyil? Niyə qadınların orada daha çox qalib gəlmirlər? Onlar daha çox orada güclü ola bilmirlər? Məncə yüksəlişdə iştirak edənlərə fərqli yanaşma ehtiyac yoxdur. Çünki orada iştirak edən bütün qızlarımız, qadınlarımız güclüdür. Onlara hər hansı bir güzəşt gedilməsinə, məsələn, mən özüm daxil ehtiyac görməzdim. Mən demirəm güzəşt. Mən ümumiyyətlə onun tərəfdarıyam. Çünki güzəşt olduğu müddətdə artıq sənə bərabər hüquqlu baxılmır da. Yəni düşünür ki, sən onsuz da güzəştlə qalib oldun da. Olmasaydı bu belə olmaz. Ona görə mən də onun tərəfdarı deyiləm, amma statistika var da. Yəni qadınların qalib gələn qadınların sayı daha azdır.
belə deyək. Bəli, o məqama əslində bir çox hallarda məndən soruşulmuşdu, amma belə deyim də, prosesin özündə mən bildiyim qədərilə qaliblər özləri də daim motivasiya edir ki, qızlarımız müraciət etsinlər. Sadəcə bəlkə həmin pozisiyalar baxımından və belə deyim, hələ ki ilk mərhələlər idi. Bundan sonra daha yaxşı yüksək nəticələr olacaq deyə elə olub. 6-cıda daha yaxşı nəticələr Bəli, gözləyirik. bildiyiniz kimi bu il artıq elan olunub və Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 6-cı yüksəliş müsabiqəsi də keçiriləcək. Və məhz bu 6-cı dəfə qoşulanlara, 6-cıya daha doğrusu qoşulanlara nəyi tövsiyə edirsiniz? İlk növbədə müraciət etsinlər. Yəni hər hansı bir çəkinmə, qorxu və ya qalib olmaram ya da ki qalib olmamışam, bundan sonra da olmaram fikrində olmasın. Heç kim nə olacağı bilmir, bir şansdır. Hətta qalib olmadıqda belə çox böyük bir təcrübədir bu. İkincisi, yüksəliş mən deyərdim ki, artıq bir müsabiqədən çıxmışdır, bir ailədir, artıq bir ekosistem yaratmışdır. Çünki belə deyim də, yüksəliş müsabiqəsi bildiyiniz kimi hər il müxtəlif müsabiqələr keçirir, quizlər keçirirlər, tədbirlər keçirir və bu tədbirlərdə yalnız qaliblər yox, iştirakçıları, yəni finalçılar hamısına iştirak etmək üçün imkan yaradılır. Bu həm gözəl networkingin yaranmasına, şəbəkələşmə imkanıdır, həmçinin də o mühitdə olmaq. Razıyam. Ona görə mütləq iştirak etsinlər və əgər də həqiqətən də bunu istəyirlərsə, inanıram ki, alınacaq. Ən çətin mərhələ məhz sizə görə hansıdır və buna xüsusi yanaşma necə, hazırlıq necə olmalıdır? Mənim üçün ən çətini finaldır. Həm emosional olaraq nisbətən çətindir, həm o belə deyim də müəyyən artıq qələbəyə yaxın olub da onu itirə bilmək hissi, bu qədər mərhələ keçmişkən, son qalmışkən, həmçinin də o proseslər və komanda da ola bilmək və bunu həmin anda həm hisslərin də təsir edir sənin, belə deyim də, göstəricilərinə, həmçinin də keysləri eyni anda həll etməlisən, həm o məsuliyyət hissi, ona görə ən çətini mənə görə final idi. Orada düzgün ünsiyyəti, kommunikasiya bacarıqlarından yaxşı istifadəmiz necə belə deyək, düzgün təyin etmək lazımdır, necə düzgün faydalanmaq lazımdır? Bildiyiniz kimi yüksəliş müsabiqəsində müəyyən kriteriyalar var ki, həmin o ekspertlər tərəfindən qiymətləndirilir. Bu ekspertlərdə müxtəlif şirkətlərdə, böyük qurumlarda çalışan HR-lar, psixoloqlardır ki, onlar artıq bu müsabiqədən öncə də müəyyən təlimlər keçirlər. Və ona hazırlaşırlar ki, bu kriteriyaları düzgün qiymətləndirə bilsinlər. Və burada da artıq sizin o həmin düzgün kriteriya göstərsə, məncə sizin o illər ərzində fəaliyyətinizdə formalaşmış xüsusiyyətlərdən irəli gələcək. Hər hansı müsabiqə üçün 2 günə də bunu yarada biləcəyiniz bir davranış deyil. Yəni introvert adamın qalib gəlmə şansı var? Var. Məsələn, bizim əgər qaliblərə baxsanız, çox fərqli insanlar var. Çox ekstravertlər də var, çox məsələn çıxış etməyi sevənlər, daha sakit durmağı sevənlər, daha məsələn radikallar, daha yəni fikirli çox müxtəlifdir və bu əslində çox belə biliniz, yaxşıdır məncə düşünürəm. İndi mən o tanıdıqlarımı gözümün önünə gətirəm ki, görüm radikallar hansıydı. Ağlıma 1-2 nəfər gəldi. Təqaüd proqramlarının seçim müsahibə mərhələsində, daha doğrusu orada xüsusi komissiya olur da müsahibə üçün. Məsələn, orada kimlər olur və onlar yəqin rol bölgüsü olur da, hər biri nəyə diqqət edir? Məsələn, bu haqqda danışsaydınız maraqlı olar. Məsələn, bizim təqaüd proqramlarımızda adətən bizimlə əməkdaşlıq edən şirkətlərin HR-larını olur, nümayəndələr və bizim qurumların nümayəndələr olur ki, bu həm iki tərəfli şəffaf keçirilməni təmin edir, həmçinin də sonradan müxtəlif aspektlərdən baxılıb da ümumi qərar vermək üçün mühümdür. Və biz həmin HR-lar və bizim şirkət nümayəndələri müsahibə ərzində müəyyən bir fikir formalaşdıqdan sonra onu artıq qeyd edirlər və müsabiqədən sonra bütün ola qiymətləndirmələr baxır. Məsələn, 4 əməkdaş olursa, artıq ya da 3 əməkdaş olursa müsahibədə, o hər birinin müsbət belə deyim də təsdiqini almış namizəd seçilir sonda. Müsahibələr o formatda olunması, dediyim kimi, həm müxtəlif istiqamətlərdən onu analiz etməyə imkan verir. Həmçinin də həmin qurum tərəfindən, həm bizim tərəfimdən də iştirak o düzgün seçim olmasını mühüm amil belə deyim, təsir edir. Müsahibədən keçə bilməyənlərin ortaq xüsusiyyətləri nədir? Adətən hansı halda kəsilirlər? Əslində təcrübə göstərir ki, çox savadlı bəzən tələbələr olur ki, elementar səhvlər üzərindən müsahibədən keçə bilmirlər.
Məsələn, Çox yüksək göstəriciləri var, çox sosial aktivdirlər. Baxsanız, deyirsiniz ki, məsələn, ilk CV-sinə baxsan, deyirsən ki, bu mütləq seçə, amma seçilmirlər təəssüflər ki. Bu ilk dəfə dediyim kimi, birinci amillərdən qeyd edərdim ki, müsahibə haqqında, həmin qurum haqqında məlumatsızlıqdır. Çünki hər bir müsahibənin öz seçim, belə deyim də, kriteriyaları var. Kimə hədəflənib? Və hədəfləri bilmədikdə sən özünü düzgün təqdim edə bilmirsən və sən o düzgün insan olduğunu bilmədikdə qarşı tərəfi də buna inandırmaq çox çətin olur. İlk növbədə düşünürəm budur. Sonra həmin o sənədlər baxımından. Bəzən olur ki, müəyyən sənədlər tələb olunur. Həmin belə deyim, müsahibədə bizdən ki, məsələn, sosial həssas qruplardan namizədlərdirsə biz onların bunu təsdiq edici sənədlərini istəyirik. Universitetdən arayışları istəyə bilər və bunları təqdim etmirlər. Və təqdim etmədikdə artıq biz həmin o sübut edici sənəd olmadığı üçün biz onu artıq müsabiqədən kənarlaşdırmalı oluruq. Çox yaxşı namizəd olsa belə. Çünki bu bizim tələbimizdir. amma çox yaxşı namizədləri bu iki xüsusiyyətə görə itirməyə dəyərmi Tək sizcə? bunlar deyil. Sonra müsahibə ərzində özünü göstərməsi. Aha. Bəzi olur ki, tələbələr biz çalışırıq ki, müsabiqədə daim onun həqiqətən də məqsədlərini, hədəfini bilək, həqiqətən bizə fayda verəcəkmi, bu təqaüd ona fayda verə biləcəkmi, biz onu seçsək. Və çox qısa konkret cavablar verənlər olur, yanlış məlumat verənlər olur, ya da ki, həqiqətən də nə üçün burada olduğunu bilməyənlər olur. Sadəcə dostları gəlir, o da qoşulmazdı. Bəli, olur ki, bir kurs, məsələn də kimsə qrupda, WhatsApp qrupuna atıb deyir, mən də müraciət edim, amma həqiqətən də burada olmaq istədiyini əsaslandıra bilmir və görür ki, yox, bunun çox potensialı yoxdur, çox aktiv deyil. Hətta bilmirsən ki, bu təqaüdün həqiqətən də gələcək müəyyən tələblər olur. Məsələn ki, göstəricisi bu dərəcədən aşağı olmamalıdır. Amma sonradan bu göstərici əməl edə biləcəkmi ya yox, o sual altında olur. Və biz artıq bu riski almamaq üçün daha uyğun namizədi seçməli oluruq. Bəs tələbələr arasında bu təqaüd proqramları nə qədər məşhurdur? Onlar tanıyırlarmı? Ümumiyyətlə xəbərləri varmı? Harda nə var? Bəli, indi həm universitetlərin rəhbərlikləri sağ olsunlar ki, bizə dəstək olurlar. Bunu universitetlərin, tələbələrin qruplarında, dekanatlıqlar vasitəsilə, müəllimlər vasitəsilə bunları yayırlar. Və bir çox biz həmişə tələbələr müraciət edəndə ilk sualımız olur ki, bu layihə haqqında necə məlumat əldə etdiniz və onlardan da bir statistika əldə edirik. Ən çox da bunu universitetlər rəhbərlikləri tərəfindən, sosial qrupları tərəfindən əldə edirlər məlumatı. İkinci, bəzi dediyim kimi tələbələr artıq çox məlumat əldə etməyə maraqlıdırlar və özləri araşdırırlar. Daim izləyirlər və indiki imkanlar da əvvəlkinə nisbətən daha çoxdur. Müxtəlif adlı müxtəlif şirkətlər tərəfindən təqaüdlər həyata keçirilir və daim də bunları izləyirlər. Biri qalib olmadılar, növbəti müraciət edirlər və bunu dostları ilə paylaşırlar. Ən çox da dediyim kimi özləri ya da kimisə uyğun bilirlərsə onunla bunu paylaşırlar. Qrup yoldaşları ilə və sair tanışlarıyla məlumatları geniş şəkildə paylaşırlar ki, onlar da bunlardan faydalana bilsinlər. Və müsahibədən məsələn bir dəfə keçə bilməyən elə il ərzində növbətinə yenidən qatıla bilər? Bəli. Əgər əsasən bizdə təqaüd ildə bir dəfə keçirilir, növbəti il bəli keçir. Onun qatılmasında heç bir məhdudiyyət olmur. Və belə keçənlərin sayı çoxmu olur? Məsələn bir dəfə keçmədi, amma bir il sonra gedir özünü inkişaf etdirir. Olur, kifayət qədər olur. Əslində onun üçün bir təcrübə olur ki, çünki orada stresi idarə etmə bacarığı var. Bəzi olur ki, həqiqətən çox bacarıq biliklidir, amma stressdən, həyəcandan ifadə edə bilmir. Artıq daha rahat olur, bilir ki, kimlər olur, necə olur bu müsahibə mərhələsi. İkinci il onun üçün daha rahat olur bunu keçmək, özünü ifadə etmək daha rahat olur. İstər sizin bu müsahibələrdəki stresslə bağlı, istərsə də ki, yüksəlişdəki stresslə bağlı. Artıq sizin təcrübəniz var da, müşahidələr də aparırsınız, birbaşa iştirak etmisiniz. Nəyə tövsiyə edirsiniz? Məhz belə vəziyyətlərdə necə düzgün idarə etmək lazımdır stressi? Tam rahat olmaq, düzdür, bunu deməyə rahatdır, asandır, rahat olun, özünüzü müsabiqədə işlədir. Dediyim kimi, o xüsusən də son mərhələlərdə o qələbəyə o qədər yaxınkən nəyisə itirə bilmə hissi, həyəcanı daha da artırır. Amma məncə o bütün bunları unudub da sadəcə prosesdən zövq almaq lazımdır. Ya müsabiqə olduğunu düşünməyib, çünki o müsabiqə olduğunda sən digərlərinə artıq rəqib kimi baxırsan, orada rəqib kimi yox. Bir komanda kimi hər hansı bir belə deyim, tapşırıq həll etdiyini düşünsən, hər hansı bir mühitdə neysə belə deyim, sənə daha uyğun olan bir mühitdə düşündükdə daha rahat olur. Amma nə qədər adam belə qoşulur müsabiqəyə? Məsələn, çoxu gəlir, mükafat 20 mindir də pul mükafatı. Məhz ona hədəflənir və ya düşünür ki, qalib olandan sonra iş yerim yaxşı olacaq, filan şirkətdə işləməyə başlayacağam. Yəni əsasən bunu düşünür. Bəli, qaliblərə 20 min manat pul mükafatıdır və həmçinin də belə deyim də dövlət qurumlarında böyük şirkət rəhbərlərindən mentorluq keçmək, bir illik mentorluq almaq imkanı
yaradılır. Mənim üçün məsələn bu mentorluq pul mükafatından daha üstün bir şey idi, nəzərdə tuturdum. Kim idi mentorunuz? Məndə Bəxtiyar Aslanbəyli. Vau, Bəxtiyar müəllimdən razıyam ki, çox şey öyrənmək olar. Siz nə öyrəndiniz? Mən ondan məsələn bizim bir il, mən təəssüflənirəm ki, 1 illik idi. Məncə 1 il çox az bir müddətdir. Yüksəliş bunu artırmalıdır, xüsusən də Bəxtiyar müəllim kimi bir şəxslə mentorluqda. O mənə həqiqətən də müxtəlif кейslər üzərindən gedirdi. Hər hansı bir кейslər üzərində məsləhətlər verdi və bu deyərdim ki, mənə çox faydalı oldu müəyyən məqamlarda. Çox dəstək verirdi. Məsələn, elə insanların işə yanaşması ilə bağlı da nəsə öyrənmək olur da. O birbaşa onu öyrətmir, amma sən onun necə işləyir o prosesi də görürsən. Bəli. Məsələn, burada nə müşahidə etdiniz? Biz onunla bir çox tədbirlərdə birgə olurduq. Məndə ən çox onun bəyəndiyim xüsusiyyəti o kommunikasiya bacarığı idi. Hər bir insanla, müxtəlif insanlarla o dil tapa bilmə də, o söhbəti davam edə bilmə bacarığı idi. Və həqiqətən də o dünya görüşü və sair görsən ki, o söhbət, o kommunikasiya bacarığına çox gözəl təsir edir. Razıyam. Tamamiləsinə Bəxtiyar müəllimə buradan hörmətlər, sevgilərimizi yollayırıq. Və sonda sizdən soruşmaq istəyirəm ki, bu təqaüd proqramları ilə bağlı kimsə qoşulmaq istəyəcəksə, kimsə öz qohumuna indi tövsiyə etmək istəyəcəksə, nələri bilməlidirlər? Belə deyim də, bir neçə kitab məsləhət görmək istərdim ki, inanıram ki, həmin kitabları oxusalar, hələ tələbələr üçün də faydalı olacaq. Məsələn, mənim ən çox sevdiyim kitablardan Start with Why. Simon Sinek'in o hər bir şeyin niyyəsini özün bilərsən, digər tərəfə də bunu izah etmə daha rahat olar. Məhz niyə səni seçək, niyə sən burdasan sualları kimi. Sonra məsələn burada Atomic Habit-i yəqin ki bir çoxları bilir. What Colors Your Parachute məsələn kitabı vardı, o da çox faydalıdır. Bir də yüksək effektiv insanların 7 davranış habits davranışı mı deyim, elə bir kitabı. Bir də ki digər bir kitablardan da Mindset kitabını məsləhət görərdim ki, inanıram ki bu kitablardan çox şey öyrənəcəklər. İkincisi də ki, təqaüdlərə əgər hansı bir istər dövlət proqramı, istər iş müsahibələri, istər bu təqaüd layihələri olarsa hazırlaşsınlar, hazırlaşmaq həmçə olsun, məlumat əldə etsinlər və həyəcanlanmayıb səmimi olsalar, inanıram ki, istədiklərinin nail olacaqlar. Yəni bu kitabları oxusalar, təqaüd proqramlarında uğur qazanacaqlar da. Bunu nəzərdə tutursunuz, yoxsa yüksəlişdə daha çox uğur? Yox, həm belə deyim də o kitablar şəxsi inkişafa yönəllidir. Burada həm belə deyim də yanaşmalardır, empatiya qurulmasıdır. Həmçinin Dünya İqtisadi Forumunda empatiyanın qurulması gələcəyin bacarıqlarının siyahısındadır. Ən yüksək duran və ən vacib məqamlardan biri kimi nəzərdə tutulur və bunlar da düzdür. Bunu özlərində formalaşdırmaq müəyyən vaxt alır. Müəyyən bir davranışı öyrətmək 6 aya yaxın vaxt alır, amma çox dəstək olacaqlar bu yolda. Empatiyanı inkişaf etdirmək olur. Bəli. Aydındır. Elə deyirsinizsə yəqin ki, elədir. Xanım, çox sağ olun gəldiyinizə görə. Təşəkkürlər dəvət üçün. Bugün biz tələbələrin təqaüd proqramındakı müsahibələrə hazırlıq mərhələsindən, həmçinin də yüksəliş haqqında danışırdıq. Çünki Həmsöhbətim 3-cü yüksəliş müsabiqəsinin qaliblərindən biri və Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədrinin müavini xanım Daşdəmirova oldu.